Assalamu aleykum və rəhmətullah. Bugün ayın 29 Mart 2025-ci il Ramazan bayramı üçün ayrılmış namazımızı kesirik. Allah subhanahu taala qəbul etsin. Bismillah, Allahu Ekber. Assalamu aleykum. Mizam yardım qrupundan Səlyan rayonu göndərilən fitrə zəkatıdır. 50 nəfərlik. Allah mağdurlar mülküdə bərəkət versin. Esselamu aleykum və rəhmətullah. Dəyərli müsəlmanlar, Mizan yardım qrupunun cəmaatı. Allah azə və cəllə müsəlmanların əhlinə malına bərəkət versin. Rəbbim bizi bağışlanan qullarından etsin. Deməli, Mizan yardım qrupu tərəfindən bu fitrələr alınıb, həmçinin də ətlərimiz, Allahümə bərik, gətirilib bura, Qaraçuxura. Buradan inşallah ehtiyaclı, zəif, xəstə, yaşlı müsəlmanlara bu fitrələr veriləcək inşallah. Allah azə və cəllə sizdən, bizdən qəbul etsin. Allahümə əmin, əmin, əmin ya Rab. Esselamu aleykum və rəhmətullah bərəkət. Möhtərəm müsəlmanlar və Mizan yardım qrupunun cəmaatı. Bugün ayın 28-i Mart 2025-ci il əlhəmdə fitrə zəkatlarımızın alınmağı davam edir. Allah subhanahu müsəlmanların malına bərəkət versin. Birazdan Səlyan rayonuna fitrə zəkatı göndərəcəyik. Orada da qardaşlar saxlayacaq və vaxtında fitrə zəkatların paylayacaqlar. Hal-hazırda maşına yüklüyürük. Allah subhanahu taala müsəlmanlardan bu salih əməlləri qəbul etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu. Assalamu aleykum və rəhmətullah və bərəkatuhu. Möhtərəm müsəlmanlar və Mizan yardım qrupunun cəmaatı. Bugün 27 Mart 2025-ci il ərzaqlarımızı almışıq, fitrə zəkatını. Allah subhanahu taala müsəlmanların malına mülkünə bərəkət versin. Hal-hazırda qaraja topluyuruq Allahın izni ilə. Vaxtı gələn kimi Allahın izni çıxardacaq. Allah subhanahu taala salih əməlləri sizdən də bizdən də qəbul etsin. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.